Ya Allah, selamun aleyküm. Değerli izleyiciler, bu videonun sona kimi izleyin. Size Masazırda panoraması Duz Gölü, idealın idealı, mənzərənin mənzərəsi, tərifləyirəm, amma tərifə ehtiyac olmayan bir dənə sizə villa ilə qabağınızdayım, 4 sotda, geniş, burada üşüyürəm, kim gəldi görəcək də, bax burada adam üşüyür. Değerli izleyiciler, 4 sotda monolitli, her bir abstanovkası özü üçün tikilmə, lüks bir dənə villa ilə qabağınızdayım. Və bəzi əşyaları da bu evin içində qalmaq şərtiyle. Değerli izleyiciler, video sona kimi izləyin, nələri tərif edirəm, nə inirəm, bax görəcəksiniz. Sanitar qovşağı. Deməli, değerli izleyiciler, evimizin aşağısında bir mətbəx, qonaq otağı, spalni. Değerli izleyiciler, bax burada geniş bir otağı var. Maşallah, öyle bir həqiqətən burada. Hardansa kondisioner var. Çox sərindir, değerli izleyiciler. Bax bir dənə keçirik evimizin ikinci mərtəbəsinə. Değerli izleyiciler, bax monolit betondur. Təmiz fıstırdan işlənilir bunun polu. Nərdivan bir-bir, hamısı fıstırdan işlənilir, değerli izleyiciler. Villanın lüks olmalarını görmək üçün real gəlib baxmaq lazımdır. Bir daha baxın, koridoruna bir daha baxın değerli izleyiciler. Evimizin növbəti bir dənə değerli izleyiciler, spalnisi və nəzərinizə çatdırım ki, hər bir otağında kondisionerin yeri qoyulub, amma vallahi ehtiyacı yoxdur. Bax burada değerli izleyiciler, bir dənə bizi gözəl bir dənə sanitar qovşağı qarşılayır. Evimiz çox lüksdür. O villalara tiz olan adamlar var, gəlsinlər bu villanı görsünlər. Geniş bir spalni 3D formatında avoylarla her zövqə uyğun super dizaynda bir evdir. Baxın değerli izləyicilər, mini minnoş bir qəşəng uşaq otağımız var, çox gözəl. Vallahi adam istəmir bu ailə çıxar. Değerli izləyicilər, bir daha baxın. Bir daha baxın değerli izləyicilər, baxın. Size indi bax, sonda dediyim mənzərə görmək istəyirsiniz. Gəlin bura sizə mənzərə göstərim. Gəlin bura. Baxın. Mənzərəyə baxın. Baxın. Mənzərəyə baxın, mənzərəyə. Bütün apşeron qalır sənin elə bil ki, ayaqlarımın altında qalır apşeron. Çünki villanın dayandığı ərazi çox hündür bir ərazidir. O monolit betonla kimi də görürsünüz, değerli izləyicilər. Evimizin həyətinə bir dənə keçid eləyək. Evimizdə elə bil ki, ölmədən cənnəti yaşayırsan. Bax, şey həyətinə baxın. Ya Allah, değerli izləyicilər, bax, cənnəti yaşamaq üçün gərək bura gələsən. Bax, gördüyünüz kimi, evimizin qıraqdan indi qardaş mənzərəsində çəkəcək. Bax, əyləşirsən burada, değerli izləyicilər. Göyçə alçasıdır ya, göyçə. Bax, değerli izləyicilər, əyləşdin burada qəşəng. Otdun, yedin, işdin, klivetkadan yedin. Ayrıca suyundan da işdin. Bax, həyət üçün bax, manqalına baxın biraz onu. Arkadaşlar, şəkil yoxdur, mən deyindiyim şəkliyə bax. Bax, həyət üçün değerli izləyicilər, burada qəşəng manqalı. Maşallah, evin daim sölü, özüdür də, var. Değerli izləyicilər, sanitar qovşağı, manqalı. Bax, burada bir dənə cənnət güşəliyi, bir dənə qəşəng istirahət yer üçün var. Atırsan bir dənə burada stol, oturursan burada yiyib içirsən. Bax, həyətimizin değerli izləyicilər, projektoruna kimi, buradan pamoy birbaşa daravazadan içəri girirsən. Evimizin qiyməti nədir? Sən zamən seç, qurban olun. Onsuz da yox desinə giyinmişəm. Değerli izləyicilər, evimizin qiyməti 200 mindir. 200 min manat. Real alıcı gəlsin, ev sahibidir ki, məndən razılaşsın. Evin əşyaları da hamısı bagatidir, təzədir, lüks əşyalardır. Değerli izləyicilər, gəlin qiymətdə razılaşın.